Avtomobilə əyləşdikdən sonra ilk işimiz yerimizi düzgün tənzimləmək olurdu. Yerimizi düzgün tənzimləmişikmi? Əlimiz sükana, ayağımız pedallara düzgün çatırmı? Çatır. İkinci növbədə güzgüləri düzgün tənzimləyirdik. Güzgülər necə? Düzgün görüntü verirmi sənə? Sol güzgüdən avtomobilin arxa qapısının dəstəyini görə bilirsən. Sağ güzgüdən necə? Görə bilirsən. Orta güzgüdən necə? Arxa pəncərəni tam şəkildə görə bilirsən. Demək ki, güzgülər də düzgün, yəni tənzimlənib. Üçüncü növbədə təhlükəsizlik kəmərimizi taxmalıydıq ki, bunu taxırıq. Yəni, hamısı vacibdir. Sadəcə olaraq sıralama var. Ardıcıllığa diqqət edirik. Daha sonra avtomobilimizi işə salırıq. Tələsmə, ayağı pedaldan götür. Birinci mərhələni vur və təxminən 5 saniyə gözləyirik. İndi ikinci dəfə vururuq və təhlükəsizlik yastığının işarəsini sönməsini gözləyirik. Bu da 5 saniyə çəkir təxminən. Tələsmə. Üçüncü dəfə əyləc pedalını, yəni tormuzu bir qədər basılı saxlayaraq açarı vururuq və buraxırıq. Xoddandısa açarı burulu saxlamırıq, buraxırıq. Açarla işə düşən avtomobillərdə əyləc pedalını, yəni tormuzu basmasaq da avtomobilimiz işə düşür Samirə. Ancaq start-stopla işə düşən, yəni düymə ilə işə düşən avtomobillərdə əyləc pedalını basmasaq avtomobilimiz işə düşmür. Ona görə bu variantda sənə izah edirəm ki, həm bu avtomobili, həm start-stopla işə düşən avtomobili rahat işə sala biləsən və düzgün olan da məhz budur. Əyləc pedalını basan kimi bizim avtomobilimizin arxasında stop işıqları yanır. Stop işıqları yanması da, yəni o işıqların yanması da bir növ məlumat ötürür digər hərəkət iştirakçılarına, piyadalara və yaxud da sürücülərə ki, bayaqdan park yerində dayanmış avtomobilin artıq stop işıqları yandı. Demək ki, hərəkətə başlayır. Aydındır və daha sonra təbii ki, dönmə siqnalımızı yandırmalıyıq. İndi biz irəliyə doğru hərəkət eləyərək sola dönəcəyik. Solumuzda da avtomobil dayanıb və kifayət qədər iri qabaritli avtomobildir, hansı ki, görüntümüzü məhdudlaşdırır. Sağımızda da avtomobil dayanıb ki, bunun da qabariti böyükdür. Yəni, biz sağa da dönsək, sağımızda maneə var, sola da dönsək, solumuzda maneə var. Bəs hansı hesablamaları apararaq dönməliyik ki, dönərkən avtomobilimizi dayanmış maneəyə, yəni avtomobilə çırpmayaq, toxundurmayaq. Şüşəni qaldıraq. O deyil qızım, avto yazılan. Bəli. Tam qaldır. Aha. Bunun hesablamasını verəcəm sənə. Ancaq ilk öncə təhlükəsizliyimizi necə təmin etməliyik? Biz sağa dönərkən sağı nisbətən görəcəyik, düzdürmü? Sağa dönərkən bizi ilk növbədə kim vura bilər? Yəni, təhlükə hansı tərəfdən gəlir? Soldan gəlir. Düzdür? Solumuzdan gəlir. Demək ki, sola da dönsək, sağa da dönsək, ilk növbədə solu yoxlamalıyıq. Lakin solu görə bilmirik. İndi bax qızım, qarşıda dayanmış yük avtomobilinə odaqlan. Avtomobilə. O avtomobilin kabinasına fikir ver. Görsənmi, bir növ parıldayır. Bax, maşın keçdi. O da sənin üçün bir növ güzgü rolunu oynayır. Bax, ilk öncə avtomobilin kölgəsi, əksi düşür, bax. O avtomobilin üstünə, daha sonra avtomobil çıxır. Yəni, təbii ki, bu hər yerdə olmayacaq. Ancaq bu, sənə verdiyim ipucudur. Görmək istəyirsənsə, bir şəkildə görəcəksən. Hansısa mağazanın pəncərəsindən və yaxud da hansısa avtomobilin şüşəsindən və yaxud da elə öz üzərinə düşən, bəli, kölgədən başa düşəcəksən. Gələn var, yoxsa yox. Təhlükəsizliyimizi təmin etmənin ilk addımı baxışdan ibarətdir. Baxmayıb çıxandan sonra sürprizlə qarşılaşırıq. İndi biz sola dönərkən nə vaxt dönməliyik ki, avtomobilimizin böyrünü solda dayanmış avtomobilə çırpmayaq. Fərqi yoxdur, sola dönürük, yaxud da sağa dönürük. Fərqi yoxdur, sağımızda, solumuzda olan maneələr avtomobildir, ağacdır, divardır, hər nədirsə. Əgər maneə ilə böyür məsafəmiz minimum 1 metr varsa,
İrəliyə doğru hərəkət eləyirik. Avtomobilimizin güzgüsü maneə ilə paralel olanda sükanı çevirə bilərik. Fərq etməz sənin idarə etdiyin avtomobil sedan tipli avtomobil olsun, yaxud cip, yaxud da hatchback. İri qabaritli olsun, yaxud da kiçik, fərq etməz. Bütün avtomobillər üçün bu keçərlidir. Lakin diqqət elə, yan məsafəmiz minimum 1 metr varsa bu keçərlidir. İndi hal-hazırda böyrümüzdəki avtomobillə bizim aramızda 1 metr yan məsafəsi varmı? Olar, olar qızım. 1 metr olar, bəli. 1 metr bir iri addımdır. Əgər yan məsafəmiz 1 metrdən də az olmuş olsaydı, onda biz daha çox irəliyə doğru hərəkət etməliydik ki, böyrümüzü o maneəyə çırpmayaq. Yox, görüntü ayrı məsələ. Aydındır. İndi əyləc pedalını basırıq, qoyuruq D rejiminə. Daha sonra bir pillədə keçid, bax burada göstərir. İndi əl əyləcini endiririk aşağı, bir qədər qaldırırıq ki, düymə basılsın, yoxsa basılmaz. Ay, sağ ol. İndi sola dönmə siqnalını yandırırıq, baxırıq sol güzgüyə. Avtomobilimizə söykənmiş hər hansısa bir kəs yoxdur ki. Olar ki, kimsə söykənmiş olar, biz hərəkətə başlayanda o yıxılar. Sağda necə yoxdur ki? Yoxdur. İndi əyləc pedalını yavaşca buraxırıq. Baxaq o yük avtomobilin üzərinə. Gələn yoxdur ki? Yoxdur. Əyləci burax qızım. Sol təmiz. Bir balaca burax, qorxma. Bir balaca burax. Sağ da təmiz. Artıq səni də gördülər də, düzümü? İndi güzgümüz çatdı mı? Çatdı. Əyləci burax və döndər sola axıra qədər. Tormuzu burax qızım. Yox. Yox, yox. Qaytar sükan yerinə. Bu işləri gedə-gedə görmək lazımdır. Dayanlı şəkildə yox. Sola dönmə siqnalını yenidən yandır. Tələsmə. Tələsmə qızım. Qarşıdakı avtomobildə keçsin. Görsəm, qarşıda sağ tərəfdə də maneə var. Dayanmış, pis dayanıblar. Hər biri hərəkəti məhdudlaşdırır, ancaq işimiz o deyil. İndi əyləci burax və sükanı çevir. Axıra qədər. Axıra qədər. Bax, sol güzgüdən böyrün o avtomobilə dəymədi ki. İndi düzləşdir sükanı. Aydın oldu. Təhlükəsiz şəkildə çıxışımız belə olmalıdır.